Salam hörmətli müəllimlər, hörmətli həmkarlar, hər birinizi xoş gördük. Hamınızı salamlayıram. Mən MHŞM Tədris Mərkəzinin riyaziyyat müəllimi Orxan müəllim. Həndəsə ehtimala aid olan birinci sualı paylaşmışdım. Bu isə həndəsə ehtimala aid olan ikinci sualdır. Adı üstündə həndəsə ehtimal. Yəni biz burada koordinat oxlarını çəkərək məsələni həll edəcəyik. Belə bir şərt verir. Seçilmiş x və y ədədləri üçün bunun olması ehtimalını tapın. Koordinat oxlarını çəkməklə başlayaq. Bu olsun y oxu, bu olsun x oxu. Baxın, bu x-dir. Bu isə olsun y. Demək müəllimlər, bax fikir verin. X bərabərdir 1 və 6 xətləri. O x bərabər 1 xətt haradır? Bu x bərabərdir 1 xəttidir. Bu isə y bərabərdir 6 xəttidir. İndi fikir verin. 6 xətt. İndi y bərabərdir 2 xətti isə bu xətlərdir. Baxın. Fikir verin. Bunu biraz soldan çəkək, yaxşı olar ki. Bu olsun. X bərabərdir 6 xətti. İndi y bərabərdir 2 xəttini çəkək. Bu olacaq. Y bərabərdir 2 xətti. Baxın. Bu isə olur. Y bərabərdir 8 xətti. Mümkün hal, baxın, mümkün hal x-y hasilini, bir də x və y ədədlərinin bu düzbucağının içərisinə düşməsidir. Buna 2 deyək, buna 8 deyək. Bu düzbucağının eni olur 6, uzunu isə olacaq 5. Mümkün hal, baxın, budur. 5 vurulsun, 5 vurulsun, deməli 6. Bu bizim olur mümkün halımız. İndi bana fikir verin. Bu isə radiusu 4 olan, yəni bərabərdir 16 olsa, radiusu 4, mərkəzi apsisi bir ordinatı ki, baxın, bu nöqtədə olan, radiusu 4 olan bir çevrədir. Kiçik bərabər olsa içərisidir. Böyük bərabər deyirsə, bu 4də 1 dairənin xarici deməkdir. Yəni, axtardığımız nöqtənin bu hissəyə düşmə ehtimalından gedir söhbət. İndi bu nə deməkdir? Bu radiusu 4 olan bir dairənin 4də 1 hissəsidir. Deməli, radiusu 4 olan dairə pi vur 4-ün kvadratıdır, onun 4də 1 hissəsi də budur. Yəni, eləyəcək 4pi. İndi müəllimlər, nöqtənin bura yox, bunun içərisinə düşməsidir. Əsas baxın, budur. Nöqtənin bunun içinə düşməsidir. Bu hissənin sahəsi lazımdır mənə. Deməli, nə olacaq burada? Olması ehtimalını tapın. Deməli, nə olur? Bu dairənin xarici, yəni bu düzbucağının sahəsindən, yəni 30-dan çıxıram 4pi-ni. Vəssalam, cavab elədi. Məxrəc 30 edir, 2 ixtisar edir 15-də. 15 minus 2pi. Düzgün cavabımız, baxın, budur. Sağ olun, sağlıqla qalın.